Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Artıq Ramazan ayının 21-ci günündəyik. Allah tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin, günahlarımızı bağışlasın və hər birimizə güc, qüvvət versin Ramazan ayının orucunu tamamlamağa. Ramazan ayının 21-ci günün duasında Allah'tan istəyirik. Allahümme ec'al li fihi ilə mərdatikə dəlilə. İlahi, bugün sənin razılığına səbəb olan əməllərə doğru mənə yol göstər. Və la tec'al liş-şeytani fihi aleyyə səbilə. İlahi, bugün şeytanın mənə hökmranlıq yollarını bağla. Vec'alil cennete li menzilen ve maqila ya qadiya havaicət talibin. Cənnəti mənim üçün mənzil və aramlıq yer qərar ver. Ey istəyənlərin hacətlərini yerinə yetirən Allah. Bugünün duasında da əsas iki tərbiyəvi cəhət var. Əsas iki təlim tərbiyəvi, yəni insana öyrədir. Birinci odur ki, insan Allahın razılığını əldə etmək istəyir. Allahın razılığına tərəf getmək istəyir. Yəni o əməllər ki, Allahın razılığına səbəb olur, insan Allahdan istəyir ki, Allah onu o tərəfə yönəltsin. İkinci cəhəti budur ki, insan şeytandan Allaha sığınır. Şeytanın ona hökmranlıq etməməsini Allahdan istəyir. Yəni şeytan insanı vəsvəsə etməməsini, şeytan insanı yoldan çıxartmamasını Allahdan istəyir. Biz Qur'an-ı Kərimin ayələrinə baxsaq, bugün ikinci o cəhəti haqqında istəyirəm danışım ki, şeytanla bağlı. Biz Qur'an-ı Kərimin ayələrinə baxanda, şeytan haqqında bəhs edən ayələri bəndlərə, yəni qruplaşdırmaq istəsək, iki cəhətə bölmək olar. Birinci cəhəti şeytanın insana olan hücumu, elə deyək. Yəni şeytanın insana qarşı olan missiyası nədir? Şeytan insanı hansı yollarla vəsvəsə edir? Hansı cəhətdən insanı yoldan çıxardır? İkinci ayələrə baxsaq, yəni qruplaşdırsaq, bu zaman insan şeytandan özünü necə müdafiə etməlidir? Yəni şeytanın vəsvəsəsindən, şeytanın hiləsindən özünü necə qorumalıdır? Yəni belə deyək də, birinci cəhəti şeytanın insana hücumu, İkinci cəhəti insanın özünü şeytandan müdafiə etməsi. Ki bu ayələrə baxsaq, görərik ki, şeytan insana hansı yolla, yəni insanı necə alladır, necə vəsvəsə edir, insanın qəlbinə necə yol tapır və ikinci tərəfinə də baxsaq, insan bu zaman hansı əməlləri görməlidir ki, nə etməlidir ki, özünü şeytandan müdafiə eləsin. Ümumilikdə biz baxanda, yəni bəzi hədislərdə görürük ki, və Qur'an ayələrindən də biz bunu görürük ki, şeytan Həzrəti Adəm əleyhissalamdan qabaq xəlq olunub. Hətta bəzi hədislərdə buyurur ki, Həzrəti Adəm əleyhissalam xəlq olunana qədər şeytan 6500 il Allaha ibadət edib. Və Allah Həzrəti Adəm əleyhissalamı xəlq etdikdə bütün mələklərə, iblis də şeytan da daxil olmaqla bütün mələklərə əmr edir ki, Adəmə səcdə etsinlər. Amma bir dənə şeytan səcdə etməkdən boyun qaçırdır və kafirlərdən olur. 6500 il ibadət edəsən və Allah sənə əmr edir ki, yaratdığına səcdə et və sən boyun qaçırdasan və kafirlərdən olasın. O haqda olan ayələr budur ki, Bəqərə surəsinin 34-cü ayəsində Allah buyurur: وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Allah buyurur, biz mələklərə Adəmə səcdə edin dedikdə, fəsəcədu, bütün mələklər Adəmə səcdə etdi, illə İblisə, İblisdən başqa. Əbə vəstəkbərə və kənə minəl kəfirin. Boyun qaçırdı, təkəbbürlük etdi və kafirlərdən oldu. Bu bir ayə. Şeytanın Həzrəti Adəm əleyhissalama səcdə etməkdən boyun qaçırması, təkəbbürlük etməsi və Allahın əmrinə qarşı çıxdığına görə kafirlərdən olması. Və başqa bir ayədə şeytan buna bir səbəb gətirir, buna bir dəlil özü üçün gətirir. Amma
Allahın əmrinin qarşısında, Allahın əmrinin yəni itaətində heç bir səbəb olmalı deyil. Amma şeytan nə buyurur? Əraf surəsi 12-ci ayəsində buyurur ki, Qalə mə mənəəkə əllə təscudə iz əmərtukə. Allah buyurur ki, şeytana, mən sənə əmr etdim ki, yəni səzdə etməyimə əmr etdikdə, sənə nə mane oldu ki, sən səzdə etməyəsən? Qalə ənə xeyrun minhu. İblis belə cavab verir ki, mən ondan daha xeyirliyəm. Xaləqtəni minənlər, məni oddan yandırmısan, və xaləqtəhu min tin, onu palçıqdan yaratmısan. Yəni şeytan artıq burada Allahın əmrinin qarşısında özünü daha iftixarlı bilir. Ki, ilahi sən məni oddan yandırmısan, onu torpaqdan yandırmısan. Ona görə mən ondan üstünəm. Başqa bir ayədə şeytan özünə belə bir bəraət qazandırır. Təbii ki, dediyimiz kimi Allahın əmrinin qarşısında heç bir bəhanə yoxdur, heç bir bəraət edici bir kəlmə yoxdur. Allah əmr edibsə, Allahın əmrinin müqabilində itaət vacib. Başqa ayədə şeytan özünə belə bir bəhanə gətirir. Hicr surəsi 32-33-cü ayələrdə. Qalə yə iblisu mə ləkə əllə təkunə məəs-sacidin. Ey iblis, nə mane oldu ki, nə səbəb oldu ki, sən səcdə edənlərdən olmadın? Qalə ləm əkun lisudi li bəşərin xələqtəhu min səlsəlin min həməin məsnun. Şeytanın bəhanəsi buydu ki, sənin quru və qoxumuş qara palçıqdan yaratdığın bəşərə səcdə etmərəm. Yəni, mənə layiq deyil, mən özümə sığışdırmıram ki, sənin palçıqdan, qoxumuş bir qara palçıqdan yaratdığın bir bəşərə mən səcdə edim. Artıq şeytanda təkəbbürlük hissi oyandı. Artıq şeytanda Allahın əmrinə qarşı çıxma qüvvəsi yarandı. Allah Həzrət Adəm əleyhissalam və Həzrət Həvvanı əleyhissalam və şeytanı cənnətdən yer üzünə göndərəndə, yəni endirəndə belə dedi: "Və qulnə bitu ba'dukum li ba'din aduvvun və lakum fil ardı mustaqarrun və mata'un ila hin." Artıq Allah üçünü də o Adəm əleyhissalamın ki xəlq etdiyi cənnət var idi, üçünü də oradan yer üzərinə endirir. Və yer üzərinə endirərkən Adəm əleyhissalama bir qanun qoyur, bir qayda qoyur, bir diqqətli olmağa çağırır. Deyir, biz dedik ki, üçünüz də, yəni onlara yer üzərinə enin, siz bir-birinizə düşmənsiniz. Artıq Allah Adəm əleyhissalama bir göstəriş verdi. Bax, bu sənin düşmənindir. Yer üzərinə enin, bu sənin düşmənindir, bir-birinizə düşmənsiz. Yerdə, yəni sığınacaq var və müəyyən olmuş vaxta qədər orada sizin üçün dolanışıq var. Ki, müəyyən vaxt, yəni qiyamətə qədər şeytan insanların sizin dost düşməninizdir və yer üzərində insanlar üçün həm sığınacaq, həm də ki, dolanışıq üçün Allah bir çox nemətləri insanların ixtiyarına verir. Bu zaman şeytan Allahdan bir şey istəyir. Şeytan yenə də öz işindən dayanmır. Allah onu cənnətdən qovur yer üzərinə və bu zaman şeytan Allahdan bir şey istəyir. Əraf surəsi 14-17-ci ayələrdə. Buyurur ki, Qalə ənzirni ilə yevmi yub'asun. Şeytan Allaha deyir, ilahi, mənə möhlət ver. Müəyyən, yəni yevmi yub'asun, yəni insanlar dirilənə qədər, yəni qiyamətə qədər mənə möhlət ver. Qalə innəkə minəl munzərin. Allah buyurur ki, sənə möhlət vermişəm, sən möhlət verilənlərdənsən. Qalə fəbimə əqvəytəni ləəqudənnə ləhum siratəkəl müstəqim. Deyir ki, sən məni, yəni azdırdığın üçün, yəni azdırmaqda məqsəd, yəni sən ki, məni əmr etdin, mən ona səcdə etmədim, mən də bunun müqabilində, sən ki, məni cənnətdən çıxarsan, mən bunun müqabilində onların doğru yollarının önündə oturaram. Yəni onların yollarının, sırat-ı müstəqim, yəni sənin doğru yolunda oturaram. Sümmə ləətiyənnəhum min beynə əydihim və min xəlfihim və ən əymanihim və ən şəmailihim. Bir sonra onlara mən onların yanına gələrəm, yəni onlara vəsvəsə edərəm, onlara hücum edərəm, belə deyək, önlərindən, arxalarından, sağlarından, sollarından. Yəni onların hər bir işlərində artıq mən orada olaram. Yəni xeyir işlərində, niyyətlərində, qəlblərində artıq mən onların hər tərəfdən onlara hücum edərəm.
Və la təcidənnə əksəruhum şəkirin. Bu zaman sən onların çoxunu, əksəriyyətini şükr edənlərdən görmərsən. Həmçinin Sad surəsi 75-83-cü ayələrdə də bu haqda bəhs olunur. Şeytan bu ayələrdə Allahın izzətinə and içir. And içərək insanları azdıracağını bildirir. Buyurur ki, qalə fəbi'izzətikə. Şeytan deyir, and olsun sənin izzətinə, لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. Mən onların hamısını yoldan azdıraram. İllə ibadəkə salihin. Yalnız sənin salih bəndələrindən başqa. Yəni, mənim gücüm çatmır. Mənim gücüm var, qüdrətim var. Sən mənə o gücü verdin. Mən bütün insanları yoldan azdıraram. Bütün insanlara hücum edə bilərəm. Amma sənin salih bəndələrindən başqa. Yəni, əməli salih olan insanlara şeytanın hücumu, şeytanın vəsvəsəsi rol oynamır. Bu, şeytanın insana olan qarşı missiyasıdır. Yəni, artıq şeytan özünə vəzifə təyin eləmişdir. Artıq şeytanın içində bir təkəbbürlük var idi, insana qarşı bir hərislik var idi, insana qarşı bir kin yaranmışdı. Şeytan özünə bir missiya təyin elədi, şeytan özünə bir vəzifə istədi Allahdan ki, qiyamət gününə qədər mən onları önlərindən də, arxalarından da, sağdan da, soldan da, təbii ki, bu bir mənəvi cəhətdəndir ki, yəni mən onların bütün işlərində yanlarında olaram. Nə vaxt yaxşı iş görmək istəsələr, mən orada olaram. Nə vaxt xeyir iş görmək istəsələr, sənin əmrinə tabi olmaq istəsələr, mən orada olaram. Biz Qur'an-ı Kərimin bir çox ayələrində belə bir ibarə rast gəldik. Xutuvatı şeytan, yəni şeytanın addımları. Xatava addımlamaq, addım atmaq mənalarındadır. Allah ayələrdə buyurur ki, bir neçə yerdə "Lə təttəbi'u xutuvatı şeytan." Şeytanın addımlarına tabi olmayın. Yəni şeytanın getdiyi yoldan siz getməyin. Şeytanın addımladığı kimi siz addımlamayın. Və yaxud da ki, bir neçə yerdə də "Lə tə'budu şeytan." Şeytana ibadət etməyin. Və yaxud da ki, bir neçə yerdə də "İnnehu aduvvun mubin." Həqiqətən o, sizin açıq-aşkar düşməninizdir. Yəni, bu ayələrdə də Allah insanlara yol göstərir. Allah insanlara bir qayda, qanun qoyur, bir nizam qoyur ki, baxın, şeytan sizin açıq-aşkar düşməninizdir. Ona ibadət etməyin, onun addımları ilə getməyin. Bəs bura qədər bildik ki, şeytanın missiyası nədir? Şeytanın insana qarşı proqramı nədir? Şeytanın insana qarşı hiləsi nədir? Yəni, özündə vəzifə nə təyin edib ki, insana qarşı? Ki, insanı yoldan azdırsın, insanı haqdan çıxartsın, insanı Allahın əmrindən uzaqlaşdırsın. Bu, şeytanın insana qarşı olan missiyasıydı. İndi bəs görək, insan bunun müqabilində nə etməlidir? Yəni, insan özünü necə müdafiə etməlidir? İnsan şeytanın hiləsindən özünü necə qorumalıdır? İnşallah bu haqda Ramazan ayının 22-ci günün duasında bu haqda danışarıq. Allah bizi şeytanın şərrindən, hiləsindən, vəsvəsəsindən qorusun. Allah tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.